Salam, mən biologiya müəllimi Aysel Rüstəmova. Bu video izahda sizə öz yazmış olduğum biokimiya məsələsinin izahını verəcəm. Deməli, gəlin baxaq. Məsələmizdə nə deyilir? Deyilir ki, DNT molekulunda tərkibində 1 oksigen atomu olan azot əsaslarının sayı 2 oksigen atomu olan azot əsaslarının sayının 250 vahid çoxdur. Həmin molekulda adenin azot əsaslarının sayını mənə verib. Deyir 150-dir. Verilənlərə əsasən sonda bizdən nə istəyir? Deyir verilənlərə əsasən DNT molekulunda olan hidrogen rabitələrinin sayı DNT molekulunun uzunluğundan nə qədər çoxdur? Deməli, məsələnin izahına keçməzdən öncə biz nəyi bilməliyik? Biz bilməliyik ki, DNT molekulunda hansı azot əsaslarının tərkibində 1 oksigen atomu, hansı azot əsasının tərkibində 2 oksigen atomu var. Biz bilirik ki, nuklein turşularının tərkibində ümumilikdə 5 növ azot əsası daxildir. Yəni, nuklein turşular, 2 növ nuklein turşusu var. Biz bunu bilirik. DNT, yəni dezoksiribonuklein turşusu və RNT, yəni ribonuklein turşusu. Və biz bilirik ki, bu nuklein turşularının monomerləri nukleotidlərdir. Və hər bir nukleotid də azotla əsasdan, karbohidratdan və orta fosfat turşusu qalığından ibarətdir. İndi bayaq dedim ki sizə, deməli nuklein turşularının tərkibində ümumilikdə 5 növ azot əsası var. Bu azot əsaslarına, yəni biz bunu bilirik də, üçü, yəni sitozin, guanin, adenin həm DNT-nin tərkibində rast gəlinir, həm də RNT-nin tərkibində rast gəlinir. Bu azot əsasına, yəni azot əsasına görə, bu üçünə görə DNT ilə RNT fərqlənmir. Amma timin azot əsasına yalnız DNT-də, urasil azot əsasına isə yalnız RNT-də rast gəlmiş oluruq. İndi gəlin baxaq. Şərtdə də bizə deyir ki, 1 oksigen atomu olan azot əsasları. Biz baxaq görək. Deməli, mən burada görürəm ki, 1 oksigen atomu olan azot əsası bir sitozindir. Baxın, azot əsasının quruluşunu verib, sitozinin quruluşu. Deməli, sitozində 1 oksigen atomu var. Həmçinin guanində də 1 oksigen atomu olmuş olur. Adenin azot əsasında baxırıq ki, heç bir oksigen atomu yoxdur. Timin azot əsasının tərkibində isə mən görürəm ki, 2 dənə oksigen atomu var. Onda biz məsələnin, yəni şərtinə qayıdıb məsələmizi həll edə bilərik. Deməli, baxaq. Bizdə şərtdə deyir ki, DNT molekulunun tərkibində 1 oksigen atomu olan azot əsaslarının sayı. Mən bildim ki, bunlar guaninlə sitozindir. Yazıram, guanin üstəgəl sitozin bərabərdir. 2 oksigen atomu olan azot əsasının sayında mən gördüm ki, bu timindir. Yaza bilərəm də timin, çünki deyir ki, 2 oksigen atomu olan azot əsasının sayından 250 vahid çoxdur. Yəni timindən, guaninlə sitozinin cəmi timindən 250 vahid çoxdur. Yəni bunu bildim. Sonra mənə şərtdə deyir ki, adenin azot əsasının sayı 150-dir. Mən də kənarda yazım. Deməli, adenin bərabərdir 150. Adenini yazdım 150. Onda timini də bilə bilərəm də mən. Timin də bərabərdir 150. Onda mən bu şərtə əsasən yerinə qoyub yazaram. Guanin, buranı silək. Deməli, guanin üstəgəl sitozin bərabərdir. Timin yerinə 150 qoyuram. Üstəgəl 250. Deməli, guanin sitozin cəmi nəyə bərabərdir? 400-ə bərabərdir. Guanin üstəgəl sitozin bərabərdir 400. Deməli, təklikdə hər birinin, guanin və sitozin nukleidlərinin hər birinin ayrı-ayrı sayını tapmaqdan ötürü mən 400-ü 2 yerə bölməliyim. Deməli, guanin olacaq 200, sitozin də olacaq 200. Mən artıq burada hər bir nukleidin sayını bilmiş oldum. Kənardan yazım. Guanin bərabərdir 200, deməli, sitozin də bərabərdir 200. Buradan yaza bilmədim. Biraz belə kənardan yazım. Deməli, sitozin də bərabərdir 200. Yəni, bu sayları bildim. Mənə niyə lazımdır bu saylar? Çünki mənə ümumi nukleotid sayı lazım olacaq. Hidrogen rabitəsinin tapılması, yəni bunlar üçün mən ümumi nukleotid sayını bilməliyim. Gəlin baxaq, bizə məsələnin davamında nə deyir? Deyir ki, verilənlərə əsasən DNT molekulunda olan hidrogen rabitələrinin sayı DNT molekulunun uzunluğundan deyir, nə qədər çox olar. Mən ilk öncə hidrogen rabitəsinin sayını tapmalıyam, sonra DNT molekulunun uzunluğunu tapmalıyam və sonda bunlar arasında, yəni hidrogen rabitəsinin sayı DNT molekulunun uzunluğuna nə qədər çoxdur, onu tapmalıyam. Mən baxıram ki, ümumi nukleotid sayı nə qədər olacaq? Deməli, 400 bu, 300 də bu, 700 ümumi nukleotid sayıdır. Biz də bilirik ki, hidrogen rabitəsinin tapılmasına bağlı belə bir düstur var. Hidrogen rabitəsi bərabərdir. Nukleidlərin ümumi sayının üzərinə guanin və ya sitozini gəlməklə mən hidrogen rabitəsinin sayını tapa bilərəm. Onda, deməli, hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotid sayım 700-dür. Yerinə qoyuram. 700 üstəgəl guanin sayı da 200-dür.
Deməli mənim hidrogen rabitəsinin sayı nə qədər oldu? 900. Yəni bunu bildim. Sonra məsələnin davamında bizə nə deyir? Deyir ki, bu hidrogen rabitəsinin sayı, yəni bu 900 DNT molekulunun uzunluğundan nə qədər çox olar? Biz bilirik ki, DNT molekulu 2 zəncirlidir. Baxın, burada zəncirləri çəkirəm. Və bu DNT molekulunda bu zəncirlər eyni uzunluqdadır. Ona görə mənə molekulun uzunluğu desə də, mən molekulun uzunluğunu DNT-nin deməli bir zəncirinə əsasən tapacağam. Çünki digər zəncirdə onunla eyni uzunluqdadır axı. Ona görə bir zəncirdə olan nukleotit sayını vurmalıyam nukleotidin uzunluğuna. Mən də bilirəm ki, bir nukleotidin uzunluğu 0,34 nanometrdir. Və molekulda 700 nukleotid varsa, bir zəncirdə 700 bölünsün 2 qədər. Yəni 350 nukleotid olmuş olacaq. Yəni bunu da bildim. İndi DNT molekulunun uzunluğunu mən necə taparam? Deməli, buranı biraz silək. Hidrogen rabitəni tapdıq ki, 900-dür. İndi DNT molekulunun uzunluğunu tapaq. DNT molekulunun uzunluğu isə yazıram. Uzunluq bərabərdir 350. Mən bir zəncirdə olan nukleotid sayını bildim. 350 vurulsun 0,34. O da bərabərdir. Vurub tapsaz eləcə 119 nanometr. İndi şərtə əsasən bizdən deyir ki, DNT molekulunda olan hidrogen rabitələrin sayı, yəni 900, DNT molekulunun uzunluğundan, yəni 119-dan nə qədər çox olar? Mən də onda sonda nə edirəm? Deməli, 900-dən çıxıram həmin 119-u. O da eləyir 781. Yəni, məsələmizin cavabı olur 781. Bu qədər, növbəti izahlarda görüşərik. Sağ olun.